Herkese salam, kanalıma hoş gelmişsiniz. Tanınmış aktrisa Dilarə Əliyeva sosyal medya hesabında yepyeni foto ve videolar paylaşıb. Dilarə Əliyeva artıq çəkilərindən də necə xilas olduğunun sirlərini də izləyiciləri ilə bölüşüb. Sözü gedən foto ve videoları sizlərə təqdim edirəm. Qeyd edək ki, aktrisa 24 kilogram çəki atıb. Ay kızlar, başlayın. Gürler, de gel. Artık gün oyandı, her tarafa boyandı. Derdimden neçə yana yanar ona qalandı. Dağda qar severler, ağaçta da severler. Özüne çok güvenler, üstüne yar severler. Ben gülem gülüzüm, belə heç zaman olmaz. Benim kimi güzel, belə sevməməl olmaz. Sevməməl olmaz. Kardeşimden aşkıram, küsmüşle barışmıram. Tanıdan güzel benim başı hiç danışmıram. Gülü gözünün hiç zaman olmaz. Bizim gibi güzelin gülü sevmemek olmaz. Gülü gözünün hiç zaman olmaz. Bizim gibi güzelin gülü sevmemek olmaz. Sabahınız xeyir olsun, gününüz aydın. Sabah gəlmişəm. Məni 24 kilo arıqladan əziz doktorum Pərvanə xanım Hacıyevanın yanına. Çox qəşəng sistem edir bu saatca mənə. Kokteyldir, özü mükəmməl kokteyldir. İçində quş südü, can dərman, nə desəm var. Odur ki, sağlamlıq çox dəyərlidir. Siz də artıq çəkidən azad olmaq istəyirsinizsə, Pərvanə xanım Hacıyevanı axtarın və Sevda xanım Qafarovanı. Və nəzərinizə çatdırım ki, bu aralar biraz qəbulla bağlı müəyyən məsələləri saxlayıblar. Çünki həddindən artıq çox yazılırlar. Onlar isə keyfiyyətli, hər kəslə diqqətli olmaq istədikləri üçün bir ara qəbula ara veriblər. Amma sonra yenidən